Səhər yeməyində sendviç, tez hazırlanan sıyıq, quru səhər yeməyi yeməməli, ac qarnına qara qəhvə içməməlisiniz. Yenavaz.com xəbər verir ki, bunu Gazeta.ru-ya diyetoloq, psixoterapevt, professor və Samara Elmi Tədqiqat Pəhriz və Terapiya İnstitutunun direktoru Mikhail Ginsburg deyib. Stat: Bir çox insan səhərini sendviç, tez hazırlanan sıyıq və ya quru səhər yeməyi ilə açmağa alışıb. Səhər tez-tez sağlam bir şey bişirmək üçün kifayət qədər vaxtımız olmur. Ona görə də bu qidaları yeməyə məcbur oluruq. Ancaq bu məhsullar sağlam deyil. Məsələn, tez hazırlanan sıyıqlarda sağlam heç nə yoxdur və şəkər çox vaxt inqridiyentlər siyahısına başçılıq edir. Eyni şey səhər yeməyi taxıllarına da aiddir. Sendviçlər tez-tez kolbasa ilə hazırlanır, lakin bu emal edilmiş ətdir. Bu da sağlam pəhriz məhsul deyil. Bundan əlavə, belə məhsullara tez-tez yağlar əlavə olunur ki, bu da bir sıra patologiyalara səbəb olur. Statın sonu. Həmçinin bəzi insanlar tez-tez günə ac qarnına qara qəhvə ilə başlayırlar. Lakin həkimin sözlərinə görə bu təcrübə faydalı deyil. Stat: Səhərlər ac qarnına qəhvə içmək mədənin selüli qışasını qıcıqlandıra bilər. Bu narahatlıq, ürək yanması və hətta qastritə səbəb ola bilər. Bundan əlavə qəhvə mədə şirəsinin istehsalını stimullaşdırır ki, bu da mədə-bağırsaq traktından qidanın sürətlə hərəkətinə səbəb ola bilər. Bu yeməkdən dərhal sonra aclıq və həzmsizlik hissi yarada bilər. Bu təcrübə mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün xüsusilə təhlükəlidir. Hər halda mədəyə daha yumşaq olduğu üçün südlü qəhvə içmək məsləhətdir. Statın sonu. Ginsburg günə 1 stəkan su ilə başlamağı və səhər yeməyini işə götürərək əvvəlcədən hazırlamağı tövsiyə etdi. Stat: Başqa bir seçim. Məsələn, yulaf sıyığı bişirmək, lakin qablaşdırmada göstəriləndən daha az müddətdə bişirmək və ona quru meyvələr əlavə etməkdir. Quru səhər yeməyi əvəzinə qataqla qranola istifadə edə bilərsiniz. Səhər yeməyində kahı ilə tərəvəz, yumurta, çovdar tostu da yeyə bilərsiniz. Statın sonu.